Salam, hər vaxtınız xeyir, hörmətli səhifə üzvlərim. Bugünkü bizim mövzumuz saxta investisiya şəbəkəsi ilə bağlıdır. Ekranda gördüyünüz kimi bir status paylaşılıb bir bloger tərəfindən və ekranda da gördüyünüz kimi qeyd olunur ki, $128.000 vəsait elə keçirilib və dələduzlar bunun üçün 4 ay vaxt sərf ediblər. Hansı metodlardan əl atıblar, onlar da qeyd olunub və qurban isə xanımdır. Belə halların baş verməsinin səbəbi nədir? Ekranda görürsünüz ki, bir sıra şəxslər öz fikirlərini qeyd ediblər və hansı vazərlə qeyd edir ki, mən aylıq ehtiyaclarımı ödəyəndən sonra bir kənarda qalan büdcəyə baxıram, bir də beynimdəki yatırımlara. Amma mən qeyd etmişəm ki, maliyyə savadsızlığı ilə bağlıdır bu. Çünki şəxsin bu halda hansı addım atacağı bilmir və bu baxımdan da o vədlərə inanır. Nəticə olaraq əldə etdiyi vəsait də dələduzlar tərəfindən mənimsənilir. Digər şəxslər isə qeyd edirlər ki, bu xaricdən idarə olunur. Yəni bir şəbəkədir və ciddi şəkildə araşdırma etmək lazımdır ki, tam formada bilinsin ki, bunun nəticəsi nədir. Qeyd edim ki, sizlər də öz fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Səbəb nədir ki, bu hallar baş verir?